Hamıya salam. Bilirsiniz, kompüterin o işə salma düyməsini basanda baş verən o sehri var ha, heç fikirləşmisiniz o necə olur? Bax, bugün biz məhz bu sualın dərinliyinə inəcəyik. Proqram təminatı, yəni software əslində nə deməkdir? Gəlin başlayaq. Baxın, bu gördüyümüz şeylər var ha, monitor, klaviatura, o böyük qutu, yəni sistem bloku. Bunların hamısı kompüterin fiziki hissələridir. Əlimizlə toxuna bilirik, gözümüzlə görürük, belə deyək də, bunlar kompüterin bədənidir, onun sümükləri, əzələləri. Amma bu, hekayənin sadəcə bir üzüdür, hələ yarısıdır. Yaxşı, əgər bütün bu gördüklərimiz sadəcə bədəndirsə, onda bir sual yaranır. Bəs bu bədənə nə etməli olduğunu deyən ağıl, yəni o beyin haradadır? Bax, bu bizim bugünkü izahımızın əsas sirridir. Gəlin bu sirrin üstünü birlikdə açaq. Yaxşı, gəlin işə ən bəsit yerdən başlayaq. Hamımızın tanıdığı, hər gün gördüyümüz, toxunduğumuz o hissələrdən, yəni aparat təminatından. Deməli, məsələ belədir. 3 əsas qrup var. Birincisi, daxil etmə qurğuları, yəni klaviatura, siçan, bunlarla biz kompüterə deyirik ki, filan şeyi elə. Sonra sistem bloku var. O bizim əmrlərimizi götürür, emal eləyir, məlumatları saxlayır. Və nəhayət, xaric etmə qurğuları, monitor, səs ucaldanlar, bütün bu işin nəticəsini bizə göstərir. Əslində çox məntiqlidir, elə deyil? İndi isə gəlin o fiziki qutuların içinə nəzər salaq. Oradakı səliqə sahmana baxaq. Təsəvvür eləyin ki, sizin kompüteriniz əslində nəhəng bir rəqəmsal kitabxanadır. Yaxşı, bəs bu kitabxanada kitablar, yəni bizim məlumatlarımız necə yerləşdirilmişdir? Baxın, bizim bütün məlumatlarımız, yazdığımız mətnlər, çəkdiyimiz şəkillər, qulaq asdığımız musiqilər, hamısı fayl deyilən bir şeyin içində saxlanılır. Fayl nədir? Çox sadə, kompüterin yaddaşında saxlanan və bir adı olan informasiya parçası. Əslində sizin yazdığınız hər bir cümlə, çəkdiyiniz hər bir şəkil kompüter üçün bir fayldır. Və fayl adlarının quruluşunda çox maraqlı bir məqam var. Fikir vermisiniz, adından sonra bir nöqtə, sonra da bir neçə hərf gəlir. Məsələn, tərcümə-i-hal.doc. Bax, o nöqtədən sonraki hissə, yəni genişlənmə, kompüterə deyir ki, mən mətnəm və ya cbq deyir ki, mən şəkləm. Bu sanki hər faylın üstündəki bir etiket kimidir, kompüterə onunla nə edəcəyini başa salır. Əlbəttə ki, minlərlə faylı bir-birinin üstünə atsaq, orada əməlli başlı qarışıqlıq yaranar. Elə deyil. Bax, buna görə də qovluqlar var. Qovluqları o rəqəmsal kitabxanamızın rəfləri kimi fikirləşin. Hər rəfə, yəni hər qovluğa özünə aid faylları səliqəli şəkildə yığırıq. Yaxşı, bəs bu boyda kitabxanada lazım olan faylı necə tapırıq? Çox sadə. Hər bir faylın özünün dəqiq bir ünvanı var. Buna fayl yolu deyirik. Bu, əsl bir xəritə kimidir. C diskindən başlayır, qovluqların içindən bir-bir keçir və gəlib düz axtardığınız fayla çatır. Deməli, bura qədər hər şey aydındır. Kompüterin fiziki hissələri var, bir də içində səliqəli saxlanan fayllar. Amma gəlin bir anlıq təsəvvür edək ki, kompüterdə yalnız bunlar var. Heç bir təlimat, heç bir ağıl yoxdur. Görəsən, nə baş verərdi? Bir anlıq fikirləşin, əlinizdə ən müasir avtomobilin bütün hissələri var, amma onu necə işə salmaq, necə idarə etmək barədə heç bir zərrə qədər də təlimat yoxdur. Bax, kompüter üçün də vəziyyət tamamilə eynidir. Bəs nəticə nə olar? Cavab sadəcə qara bir ekrandır, bəlkə də bir neçə qəribə yazı. Vəssalam, kompüter sizə baxacaq, siz də ona. O nə etməli olduğunu bilməyəcək, çünki heç kim ona bunu deməyib. O sadəcə əmrləri gözləyən cansız bir metal və plastik yığınından başqa bir şey deyil. Və bax, məhz bu nöqtədə biz əsas məsələyə gəlib çıxırıq. Həmin o qara ekran problemini aradan qaldıran, o cansız metal yığınına həyat verən görünməz qüvvə proqram təminatıdır. Kompüterin əsl beyni. Deməli, əsas fərq budur, baxın. Aparat təminatı, yəni hardware, kompüterin bədənidir. Toxuna bildiyimiz hər şey. Proqram təminatı, yəni software isə, onun ruhu, onun beynidir. Birinə əlimiz dəyir, digəri isə sadəcə toxuna bilmədiyimiz təlimatlar toplusudur. Biraz daha texniki dildə desək, proqram təminatı kompüterə nəyi, necə, hansı ardıcıllıqla etməli olduğunu deyən əmrlər və təlimatlar toplusudur. Düşünün, sizin siçanla etdiyiniz hər bir klik var ha, onun arxasında kompüterin anladığı yüzlərlə, bəlkə də minlərlə belə əmr dayanır. Təbii ki, bütün proqram təminatları eyni işi görmür.
Ümumiyyətlə onları 3 bölük qrupa ayırmaq olar. Sistem, tətbiqi və instrumental proqramlar. Gəlin indi hər birinin nə işə yaradığına qısaca baxaq. Gəlin sadələşdirək. Baxın, sistem proqramları, bunlar sanki pərdə arxasında işləyən baş menecer kimidir. Kompüterin özünü idarə edir. Biz onu çox vaxt görmürük. Tətbiqi proqramlar isə bizim hər gün istifadə etdiyimiz proqramlardır. İnternetə girmək üçün brauzer, mətin yazmaq üçün proqram, oyunlar. İnstrumental proqramlar isə onlar proqramçıların alət qutusudur. Yəni, proqramçılar məhz onlardan istifadə edib bizim üçün yeni proqramlar yaradırlar. Və elə düşünməyin ki, bu aparat, proqram, yəni bədən-beyin tərəfdaşlığı təkcə kompüterlərdə var. Əsla. Əslində, o bizim gündəlik həyatımızda, ətrafımızdakı demək olar ki, hər ağıllı cihazda mövcuddur. Hər bir belə ağıllı cihazın bir idarəetmə mərkəzi olur. Bir növ baş proqramı. Bax, buna əməliyyat sistemi deyilir. Onu bir orkestrin dirijoru kimi təsəvvür edin. O, bütün aparat və proqramların bir-birindən ahəng içində, problemsiz işləməsinə cavabdehdir. Yaxşı, bəs bu məntiqlə hər gün cibimizdə gəzdirdiyimiz o smartfonlar, onlarda da əməliyyat sistemi var. Onlar da eyni prinsiplə işləyir. Bəli, tamamilə. Baxın, telefonunuzun ekranı, kamerası, bataryası, bunlar onun aparat təminatıdır, yəni bədəni. İçindəki Android və ya iOS isə onun beynidir, yəni əməliyyat sistemi. Bu fundamental bədən-beyin prinsipi bugün istifadə etdiyimiz demək olar ki, bütün texnologiyanın əsasını təşkil edir. Bax, bu fikir əslində hər şeyi mükəmməl şəkildə yekunlaşdırır. Aparat bədəndirsə, proqram təminatı ona həyat verən ruhdur. Proqram təminatı olmasaydı, dünyadakı ən güclü kompüterlər belə sadəcə soyuq, cansız bir qutu olaraq qalardı. Onları bizim üçün bu qədər faydalı, bu qədər heyrətamiz alətlərə çevirən məhz proqram təminatıdır. Və yekunlaşdırmazdan əvvəl, gəlin bir anlıq özünüz haqda düşünün. Səhər sizi uyadan telefonunuzdakı zəngli saatdan tutmuş, gün ərzində dostlarınızla danışdığınız messengerə, axşam baxdığınız filmə qədər, gündəlik həyatınızda hansı proqram təminatı olmadan bir gününüzü belə keçirə bilməzsiniz? Biraz fikirləşin. Cavab sizi bəlkə də çox təəccübləndirəcək.